Salam əziz dostlar. Bugün biz İran ətrafında başlamış müharibənin artıq 10-cu gününə qədəm qoymuşuq. Vəziyyət çox ağır olaraq qalır. Bugünkü söhbət üçün Güneyli soydaşımız, hüquqşünas Nağı Mahmudunu dəvət etmişik. Nağı bəy, xoş gördük sizi. Xoş gördük Emir bəy. Mən də sizi və bütün tamaşaçıları salamlayıram. Nağı bəy, demək siz Güneyli fəalsınız, həm də hüquqşünassınız. Hadisələri təbii ki izləyirsiniz, biz də izləyirik. Əslində vəziyyət çox kritik haldadır. E, Mən bir məsələyə diqqət çəkdim, bu müharibənin artıq 10-cu günü gedir. Demək, aydındır ki, birinci gündən İrana çox ağır zərbələr vurulub rejimə. Rejimin önəmli fiqurları məhv edildi, belə deyək, Sepaha böyük ağır zərbələr endirildi. Bunlar aydın məsələlərdir. Amma bu hərbi sahədən başqa informasiyon müharibə də gedir. Çünki çağdaş dövrdə informasiya müharibəsi elə demək olar hərbiyə bərabər bir şeydir. Və bu informasiya müharibəsində Molla rejimi mənim fikrimcə qalib gəlir artıq. Necə qalib gəlir? Belə deyək də, dünya çapında müxtəlif demək, sosial şəbəkələrdə, belə deyək də, ənənəvi mediaya artıq insanlar o qədər də fikir vermir. Əsas mesajlar, əsas emosional məsələlər sosial şəbəkələr üzərindən həll olunur və burada sanki belə deyək də, bu molla rejimi belə deyək, antikolonialist diskursu əlinə alıb sanki dünya hegemoniyasına qarşı mübarizə aparan məzlum belə deyək xalqların, koloniya olmuş xalqların belə bir simvoluna çevrilib. Belə deyək də mən çox görürəm. Əsas da X platformasında yəni bu deyim rejim tərəfdarlarıdır, yox. Belə dünyadakı müxtəlif belə deyim hərəkatların adamlarıdır. Yəni bunlar anlamır bu rejimin mahiyyətini. Cəmi bir ay əvvəl 30 minə yaxın insanı məhv eləyən rejim deyil bu. Necə dəstəkləmək olar bunu? Siz nə düşünürsünüz bu xüsusda? Bəlkə mən yanlış düşünürəm, bəlkə mən yanılıram, bəlkə bu subyektiv təəssüratdır. Yox, siz deyən kimidir və demək olar ki, özəlliklə Avropada və Amerikada bu Filistin eşqi Hı hı. bir çoxlarında var və İsraillə qəti düşmənçilik belə bir mövqeyə bunları gətirib çatdırıb ki, çün İran İsrailə qarşı olan bir ölkədir və başqa tərəfdən də Filistini də müdafiə eləyir, onda bunların cəbhəsində bu yer ala bilər. Və təəssüf ki, bunlar heç vaxt İranın keçmiş 47 ilin ərzində etdikləri cinayətləri, zülmləri insanlara görmürlər ya görmək istəmirlər. Məncə görmürlər deyil. İstəmirlər görsünlər, gözlərin yumurlar bu məsələyə. Niyə ki, İran İslam hakimiyyəti, İran Molla Cinayətkar hakimiyyəti keçən 47 ilin ərzində dəfələrlə mötərizləri və sivil insanları, silahsız, sursatsız insanları küçələrdə qırıb, yaralayıb, tutub, bir çoxunu da tutandan sonra işgəncə altında öldürüb və bu dəfə də elə oldu. Yəni 2 ay öncə 36 min insanı bunlar küçələrdə qırdılar, 40 minə yaxın insanı yaraladılar və təxminən 50 min də tutublar ki, onların vəziyyətindən də heç bir informasiyamız yoxdur. Heç kəs bilmir ki, nə vəziyyətdədirlər, hətta diridirlər, yoxsa ölüdülər. Çünki bunların saxlandıqları yerlər də normal və standart yerlər deyil. Hər halda 50 min insanı gətirib bir yerdə saxlamaq, bunların o keçmiş bəlli olan həbsxanaları olur olsun, ya Sepahın və ya İttilatın gizli evləri olur olsun. Yəni 50 min insanı
bunlar məcburdurlar ki, müxtəlif yerlərə dağıtsınlar ki, oralarda bunlar saxlanılsın. Və onun üçün də yəni bunları görməyən insanlar, yəni humanizm adına, humanizm adı altında İran rejimini dəstəkləmələri çox belə acıverici məsələdir. Və başqa tərəfdən də biz Türkiyə mediasını da bu barədə görürük. Yəni çox belə, yəni inanılmaz bir şəkildə İranın cinayətkar rejiminin arxasında durublar və habelə milləti, yəni bilmirəm, yəni bunlar necə özlərinə müsəlman deyirlər, necə özlərini müsəlman bilirlər ki, Hı. həman bu dini hakimiyyət bu qədər cinayət eləyib və bunların cinayətlərinə göz yumurlar bunlar. Sırf buna görə ki, İran İsrailin düşməni sayılır və İsraillə müharibədədir. Heç bir hüquqi və ya hətta etik bir qayda bunların himayəsinə və müdafiəsinə yoxdur və bunlar insanlığı və humanizmi yox, bəlkə bir qatil və cinayətkar hakimiyyəti müdafiə edirlər. Nağı bəy, çox acınacaqlı məsələdir bu. Mən sizə deyim ki, yəni mən Quzey Azərbaycandanam. Mən özüm də Berlində yaşayıram. Yəni nə dünyada, nə qonşu region ölkələri, Türkiyənin adını çəkdiniz, nə də elə Azərbaycanın içərisində də belə deyim, belə əminliklə demək olmaz ki, yəni bu rejimi biz nə qədər də yaxşıdan tanısaq da, biz bəlkə bilmirəm, bizim cəmiyyətdə sona qədər biz anlamırıq ki, bunun təsiri nə qədər güclüdür, bu ideologiya nə qədər dərinə işləyib, bu ideologiya özünü necə çoxçalarlı təqdim eləyə bilir. Yəni tək dini məsələ deyil, həm də sırf humanitar tərəfdən də təqdim eləyir. Bu antikolonial diskursu faktiki bu rejim keçirdib öz əlinə. Və düzünü deyim ki, hə, siz Türkiyə ictimaiyyəti haqqında dediniz. Bir qismi təəssüf ki, yəni çox təəssüflə bunu qeyd eləmək olar. Yəni belə deyim də, istənilən halda İranda bizim xalqımızın bir hissəsi yaşayır güneydə, yəni eyni dili daşıyıcıları bizim soydaşlarımızdır. Və bu insanlar İranın daxilindəki məsələni hamımızdan yaxşı bilərlər. Mən bunu soruşmaq istəyirəm. Niyə bizim güneyli qardaşlarımızın səsi ucadan eşidilmir bu məsələnin içində? Axı sizlər yaşamısınız o rejimin o dəhşətlərini. Bu yaxında, yəni cəmi bir ay bundan əvvəl o dəhşətlər 30 minə qədər insanı məhv edib. Yəni bunlar humanitar məsələ deyil. Bunlar yəni dünyanın gözündə, nə bilim, insanlığın gözündə, bəşərin gözündə vacib deyil. Əksinə bu İranın ideologiyası vacib. Mənə düzün deyim, bu müharibə çox başqa rakursdan gözümü belə nəinki açdı, yəni təəccübləndirdi. Siz necə düşünürsünüz? Bizim güneydə necə fikir var? Güney icmasında həm daxildə, həm də belə deyim, dünyada güneylilərin müxtəlif təşkilatları var. Onların fikirləri nədir bu xüsusda? İki düşüncə var burada. Bir düşüncə müharibənin əleyhinə olmaqdır. Amma onun kənarında da İran İslam cinayətkar hakimiyyətinin tərəfində olmaqdır. Və ikinci düşüncə də birbaşa müharibəni dəstəkləmək və İran İslam hakimiyyətinin əleyhinə olmaqdır. Və müharibəni dəstəkləmək də bu belə olur ki, yəni sırf heç kəs müharibəni dəstəkləməz, amma bu müharibənin Əsla. nəticəsindən doğrulan nəticələr əsasda nəzərdə tutulur ki, hansı nəticələr bu müharibədən doğrula bilər və insanlar bu imkanı yaranacaq onlara ki, İran rejiminin şərrindən canları qurtarsın. Ola bilsin ki, birbaşa bu məsələ olmasın, yəni bu müharibə İran rejiminin çökməsinə nəticələnməsin, amma təbii ki, çox ciddi halda
İran rejiminin zəifləməsinə nəticələnəcək və bu zəiflənmə də təbii ki, gələn həftələrdə və gələn aylarda ki, insanlar bir daha küçələrə tökülüşəcəklər və İran rejiminin əleyhinə şüarlar səsləndirib və öz mübarizələrin davam etdirəcəklər. Çox böyük ehtimal ki, orada nəticələnsin və İran rejiminin çökməsinə biz şahid olaq. Çünki bura qədər demək olar ki, bir 4 dəfə ciddi qiyam olubdu İranda, kütləvi qiyam olub və o dördündə də çox aşırı dərəcədə bir repressiya söz konusu olub və o repressiyanın nəticəsində insanları susturublar və bir çoxları evlərinə qayıdıblar, bir çoxları da ki, küçələrdə qətlə yetiriliblər, yaralanıblar və ya tutulublar. Amma hər dəfəsində rejim artıq zəifləyir. Yəni, siz bu propagandaya baxmayın ki, film çəkirlər, nə bilim, küçələrə doluşublar, İran rejiminin lehinə şüarlar səsləndirirlər, biz bu rejimin sonuna qədər yanındayıq, himayə eləyirik, nə eləyirik, filan eləyirik. Bunlar hamısı boş söhbətlərdir. Və hətta o sloqanları verən adamlar da ki, küçələrdədirlər, İran lehinə sloqan atırlar. Onlar da bilirlər ki, öz ürəklərində nə qədər İran rejimi zəifləyib və çökmə ehtimali gündən-günə çoxalır. Onun üçün də mən buna inanıram ki, növbəti bir qiyamda İran rejiminin çökməsi çox ehtimali şiddətlənir. Ehtimalı böyük hesab edirsiniz demək siz, Nağı bəy. Bəli, bəli, bəli. Bilirsiniz, belə deyək də, indi bu dünya müharibəsidir, bu lokal bir konflikt deyil. Bütün dünyanın fikri indi bura yönəlib və biz indi hamımız həyəcan içində dinləyirik də bütün gün indi hər halda. Həm də Azərbaycanın da aidiyyəti var bu məsələnin birbaşa. Dünyada belə deyim, bir neçə müxtəlif şərhçilər belə fikirlər səsləndirir ki, birinci günləri çox öldürücü zərbələr oldu. Doğrudan da belə oldu. Ali rəhbər məhv edildi. Belə deyək də, infrastrukturun böyük hissəsi birinci günlər. Amma sonrakı günlər göstərdi ki, bu rejim yəni o qədər, yəni belə deyim, şəbəkələşib, o qədər belə deyim də ölkəni əlinə alıb daxili yəni resursları böyükdür və ölkənin özü də böyükdür zaten. İndi də xəbər gəldi, yəni dünənki Müştəba Xameneyini ali rəhbər seçdilər yenidən, yəni rejim yenidən strukturlaşmağa çalışır, yenidən yəni Sepah özünü nə bilim yeni rəhbərlər seçir. Yəni belə bir fikir var ki, bu müharibə uzun müddətli belə deyək də, əvvəl Blitzkrieg kimi, yəni ildırım sürətli müharibəyə hesablanmışdı ki, çox ağır zərbələr endirilib, bir dəfəyə həll olunacaq məsələ. Amma indi bəzi təhlilçilər, kim ki hərbidən anlayır, başı çıxır, İranın landşaftına, coğrafiyasına bələddir. Belə deyək də, tərəflərin resurslarına bir qədər bələddir. Dəqiq heç kim bilmir təbii ki. Amma deyirlər ki, bu müharibə uzun müddətli müharibəyə çevrilə bilər və buna Amerika-İsrail koalisiyası hazır deyil. Siz ölkəni daxildən indi hər halda tanıyırsınız, bilirsiniz. Siz necə düşünürsünüz? Rejim bunu doğrudan da davam eləyə bilərmi? Uzun müddətliyə çevirə bilərmi bu müharibəni? Belə bir strategiyası varmı? Təbii ki, yox. İran Yox. rejiminin çox məhdud bir silahları var və bu silahların bəlkə də %50-sini, %40-ını bu günə qədər istifadə eləyib. Artıq ambarlar da boşalır. Başqa tərəfdən də İsrail və Amerika ambarları da patladırlar. O silah olan ambarları da patladırlar. Və başqa tərəfdən
o raket atan səkkiləri də partladırlar. Ona görə get-gedə zəifləyir. Əlbəttə Trump bu gün deyib ki, ola bilsin ki, yaxın zamanda bu müharibə qurtarsın. Hı hı, E, hı hı. Yəni indi Amerika və İsrail bu müharibənin içində olduqları zaman biraz İran rejiminin şansı özünü bu e, həmlələrin altından qurtarmasında biraz şanslıdır. Amma əgər başqa Avropa dövlətləri də qarışsalar ki, o cümlədən Hı. Fransa bir təyyarə daşıyan gəmisini Charles de Gaulle göndərib. gəmisini göndərib, bəli. Bəli, o da Avia daşıyıcı. bəli çatmaqdadır. Və başqa tərəfdən də əgər bu ərəb ölkələrinə İranın raket atması davam edərsə, onların da tərəfindən hər hansı bir həmlələrin gəlməsi ehtimalı çoxdur. Yəni onlar da bu müharibəyə qatılmaqları çox belə ciddi halda nəzərə çarpır. Təbii ki, onlar da olsa və Avropanın başqa ölkələri də, o cümlədən İngiltərə və ya Almanya və ya Fransada qatılsa bu müharibəyə, onda İran rejiminin şansı ki, özünü qurtarsın bu müharibədən get-gedə azalacaq. İndi baxaq görək gələn günlərdə vəziyyət necə olur? Trump bugün dediyi sözü tutacaq, yoxsa tutmayacaq? Çünki bəzən də fərqli fikirlər səsləndirir Trump. Bəzən deyir vurmayacağım, vurur, bəzən deyir qurtarıram, qurtarmır. Bu ehtimallar hər halda nəzərdə tutulan ehtimallardır və indi baxaq görək gələn günlərdə vəziyyət necə olmalıdır və necə davam eləməlidir ki, onun əsasında bəlli bir təhlillər olsun. Bəy, bunu mən belə bu ehtimalı yüksək saymıram, çünki belə deyək də, Avropa ölkələrinin bir nömrəli baş ağrısı indi Ukrayna cəbhəsidir. Avropanın özündə də müharibə gedir, yəni yaddan çıxartmayaq. Və bu Ukrayna cəbhəsində belə deyək də, Amerika Ukraynanın silahlanma məsələsinə faktiki laqeyd yanaşır, biganə yanaşdı və Ukraynanın Rusiya qarşısında davam gətirməsi Avropanın bir nömrəli vəzifəsidir. Çünki öz sərhədləri var və Avropa dövlətləri indi Ukraynanın silahlanması məsələsini həll etmək üçün düşünürlər. İnanmıram ki, yaxın şərqdə, Körfəzdə müharibəyə də qoşula bilsinlər. Bir də dediyimiz kimi bu ölkələrin ictimaiyyəti tam əleyhinədir bu müharibənin. Sən demək, hər halda Avropa ölkələrində ictimai fikir vacibdir və yəni daxili etirazlara rəğmən sən ora əsgər göndərə bilmək çox çətin məsələdir bu. Razılaşın. Biz indi biraz Avropaya bələdik də. Başqa tərəfdən, yəni belə deyim də, mən hərbi təhlilçiləri dinləyirəm hamımız kimi də indi bir qədər başa düşmək üçün vəziyyəti. Hamı deyir ki, İranın bu hazırki coğrafiyası və landşaftında bu şəraitdə sırf bombalamaqlarla, sırf roketlə, təyyarə ilə, uçaq məsələləri ilə bundan məsələni həll eləmək mümkün deyil. Torpağa, quruya əsgər çıxmalıdır. Bu da çox problematik məsələdir, çünki Amerikanın da özünün çox böyük kompleksləri var. İraqda başına gələn hadisələr, o birisi yerlərdə Vyetnam müharibəsi çoxdan olub, onu demirəm heç. Yəni bu ağlabatan işə oxşamır. Bu barədə danışıldı ki, Kürd silahlı birləşmələrin məsəlində onların vasitəsilə müdaxilə ediləcək ölkəyə, amma bu söhbətlər də yəni o qədər də əsaslı görünmür. Hansısa bir silahlı dəstələr, o boyda böyük İran ordusu var, yəni Sepah var, Ərtəş var. Yəni onun qarşısında yəni hansısa bir yəni partizan dəstəsi yəni belə önəmli bir şeyə nail ola bilməz. Bu xüsusda yeri gəlmiş bizim güneydə də vəziyyət həyəcanlıdır. Əgər doğrudan da şimaldan
e, ölkəyə daxil olsa silahlı dəstələr, bizim xalqın taleyi necə olacaq? Bizim xalq silahsız da faktiki. Doğrumu? Bəli. Biraz çətindir məsələ. Güney Azərbaycanlılar hər halda e, əliboş və silahsızdılar. Amma başqa tərəfdən Kürdlər silahlıdırlar. Yəni bəlkə Kürdlərin hər 10 evdə 9-unda silah var. Yəni onlar hazırdılar ki, hər bir hücum oldu ona qarşı özlərini müdafiə eləsinlər. Mən də inanmıram ki, hər hansı bir partizan dəstəsi Kürd olur olsun, Ərəb olur olsun, başqa millətlərdən olur olsun, bir nailiyyətə çatsınlar. Hər halda İranın bir ordusu var və torpaq ordusu da güclü sayılır. Onun üçün də silahlı dəstələr heç bir iş görə bilməzlər. İlla bu ki, Amerika gələ öz qüvvələrini gətirə bura. O da çətindir hər halda. Uzun bir məsafə var arada və insan daşımaq da belə səhl olmaz. Dediyiniz kimi başqa ölkələrin də qatılması çox zəif ehtimaldır. Ərəb ölkələri olsun, ya hətta Avropa ölkələri olsun, bunların da qatılması bir o qədər yaxın görünmür. Dediyim kimi bu şərtlə ki, İran öz hücumların artırmasın. Artırsa bəlkə onlar da Ərəbistan məhvərində toplaşıb Ərəb ölkələri və İrana qarşı hər hansı bir hərbi hücuma keçsinlər. Bu ehtimal da var. İndi baxmalıyıq, baxaq görək ki, gələn günlərdə məsələ necə cərəyan eləyir və aya Amerika hazırdır biraz daha uzatsın bu müharibəni, çünki 4-5 həftə ən azından zaman vermişdi. Bugün təxminən 11-ci günündəyik biz və söhbətlər gedir ki, bəlkə müharibə dayandırılsın. Bəli, bu məsələ dünən çox kəskinliklə qalxdı. Çünki neft qiyməti bildiyiniz kimi tavana qalxmışdı dünən. Çox kəskin birjalarda sıçrayış oldu. İqtisadiyyat da belə şeyləri sevmir. Dünya iqtisadiyyatı indi qlobaldır da, hamımız bilirik biz bunu. Və bir qədər qiyməti aşağı salmaq mümkün olub. 90 belə deyək, nefti 90 dollar civarında stabilləşdirdilər. İndi bu gün mən baxmamışam dəqiq nə qədərdir, amma hər halda belə bir civardadır. Bu da yüksək qiymət sayılır. Əgər bu müharibə doğrudan da Trumpın dediyi kimi 4 həftəyə uzansa, bu qiyməti saxlamaq mümkün olmayacaq. Bu da aydındır ki, Amerika daxilində də, İsrail daxilində də, ümumiyyətlə Qərb dünyasında böyük, belə deyək də, etirazlara səbəb olacaq. Yəni adamlar bunu sanki gözləmirdi. Hərçənd ki, belə bir qlobal dünya müharibəsində daha başqa nə gözləmək olar? Nağı bəy, onda mən sizə son sualı da verim. Keçən 12 günlük müharibədən sonra belə deyək də, 12 günlük müharibə sanki yekunsuz bitdi. Qəflətən də bitdi. 12 gün bombalama davam eləyirdi. İran da raket atırdı İsrailə və qəflətən Amerika qarışır. Orada fərdi o obyekti bombalanır və birdən-birə deyilir ki, hə, biz bitirdik bundan. Heç bir məntiqi sonu olmadı. Nə bir sülh müqaviləsi oldu, nə bir dəqiq qalib müəyyən etmək oldu. Yəni İsrail bombaladı, tam dağıtdı hansısa bir obyektləri. İran da onun cavabında bombaladı. Yəni bu müharibə sonsuz bitdi. Bir məntiqi sonsuz və hamı deyirdi ki, belə deyək, indi biraz yaxşı çıxmasa da idman termini ilə ki, bu birinci time idi. Adamlar, şərhçilər belə deyirdi ki, İsrail bu işə qayıdacaq, bu iş sona məntiqi yekuna gətirilməyib. İndi bugünkü müharibəyə baxırıq, 12-ci günə yaxınlaşırıq da, elə siz də dediniz.
28'inde başlayıb fevralın, bugün ayın 9-udur. Ha, 10'udur. Demək, əgər bu müharibə də məntiqi son olmadan bitərsə, bax siz dediniz ki, əgər yəni Amerika bunu davam edə bilməyəcəksə, dünya iqtisadiyyatının baskısı altında dayandırılacaqsa, məntiqi sonsuz yenə dayandırılsa bu müharibə, hərçənd bilmirəm, təsəvvür eləmirəm bunu. Sizcə Güneyin taleyi onda necə olacaq? Axı İranın daxilindəki problemlər həll olunub bitməyib. Dekabrda nəyə görə başladı etirazlar? Bazarı bağladılar ticarətçilər, düzdür? İqtisadi çox böyük tənəzzül başlamışdı. Adamlar da o əslində siyasi deyildi, iqtisadi etiraz idi. Sonra böyüdü, gəldi, çıxdı qırğınlara. Sonradan bu müharibə gəldi. Əgər müharibə məntiqi sona yetirilməsə bu və ya digər şəkildə Güney nəyi gözləyir? Taleyi necə olacaq? Təxmini siz necə düşünürsünüz? E, Biraz məsələ mürəkkəbdir. Yəni Güneyin vəziyyəti İranın içərisində, İranın çərçivəsində bu günə qədər heç ürək açan olmayıb. Yəni demək olar ki, Güneyin elə bir güclü təşkilatı da yoxdur Hı hı. ki, o təşkilatlar labiyə keçsinlər başqa ölkələrlə, hətta qonşu ölkələrlə. E, Əlbəttə, qonşu ölkələrin də bugünkü vəziyyətdə onlara heç bir xoş gözlə baxma ehtimalı da yoxdur. Çünki hər halda İran rejimi birbaşa öz gücünü itirməyib. Öz gücünü itirsəydi, ciddi bir xaosa doğru getsəydi, bəlkə Azərbaycan və Türkiyənin də mövqeyi dəyişə bilərdi. Hı hı. Amma bugünkü vəziyyətdə ki, hələ e, o bizdə bir məsəl var, deyərlər, şillə ilə öz üzünü qızardır. Hələ Doğru. İran rejimi çalışır ki, necə olur olsun propaganda ilə, nə bilim, təbliğatla, insanları küçələrə çəkməklə göstərsin ki, biz hələ də güclüyük. Bugün mən Sepahın bir generallarının söhbətini qulaq asırdım. Hı hı. Deyirdi ki, bu müharibə 10 ildə davam eləsə, 10 il. biz 10 ildə davam eləsə biz dayanacağıq. Yəni çox gülünc bir şeydir. Bunlar hesab eləyirlər ki, İran-İraq müharibəsidir və burada artıq raketlər, ondan sonra qırıcılar, B-2 uçaqları yoxdur və elə klassik bir müharibədir ki, eləyə bilərlər bunlar. Necə ki, İran-İraq müharibəsi 8 il sürdü, bu da 10 il sürsün. Bir halda ki, dediyim kimi, indi İranın silah-sursat depolarının çoxu boşalıb, çoxunu da Amerika, İsrail bombardıman eləyib. Bunlar yəni boş-boş sözlərdir. Sadəcə özdə daxildəki bəzi avam insanları bu sözlərə inandırmaq məqsədi ilə deyilir. Çünki hər halda İranda həm daxildə, həm xaricdə bir çox insanlar vardır ki, oxumuş, bilgi sahibi insanlardır və bunlar nəyin nə olduğunu çox yaxşı bilirlər. İran İslam hakimiyyətinin gücünü də yaxşı bilirlər ki, hansı gücə sahibdir. Bunları müdafiə edənləri də bilirlər. Hər halda indi İranın içərisində bunları müdafiə edənlərin %90-ı bunların birbaşa muzdurlarıdır. Yəni o adamlardır ki, birbaşa bu hakimiyyətdən qidalanırlar. Öz adamlarıdır, E, belə deyək də. Bəli, öz adamlarıdır. Ya birbaşa e, dövlət məmurlarıdır, onların ailələridir, ya da məmur da olmasalar, bəzi kütlələrə də kömək eləyirlər. Necə ki, Azərbaycanda hicablılara bunlar
kömək eləyiblər və yenə də eləyirlər. Elə İranda da elə o köməkləri alanlar vardı. Amma narazı insanların da sayı çoxdur və get-gedə çoxalır. Yəni siz hesab eləyin ki, 36 min ailənin siz hesablasanız ki, bir 10 nəfər yaxın adamı olsa, 3 milyon 360 360 min nəfər sadəcə bunların insanlarıdır. Və təbii ki, bunların hamısı narazıdırlar İran hakimiyyətindən və onun getməsini istəyirlər. Və biz o gördüyümüz o filmlərdə ki, İranın daxilindən göndərirlər o bombardıman filmlərini, raket atma filmlərini və nə qədər insanlar sevinç içində o filmləri göndərirlər. Bəlkə siz də Görmüşəm, şahid olmusunuz görmüşəm. filmlərə. Görmüşəm. Yəni sanki bu bombalar bunlardan bir 100 metrə irəlidə yerə düşmür. Yəni bu qədər nifrət var, bu qədər narazılıq var kütlənin içində. Onun üçün də mən hesab eləyirəm ki, Güney Azərbaycan da elə İran daxilində, çünki hələ rejim o qədər zəifləməyib, İran daxilində bəzi nəticələrə əl tapsın. Yəni elə bu İran çərçivəsində öz haqlarına əl tapsın. Başqa millətlərə də bu ehtimal hər halda çoxalır. Yəni hər gün ki, İran rejimi zəiflir və çökməyə doğru gedir, başqa tərəfdən millətlərin haqq qazanması ehtimalı çoxalır. Nağıl bəy, minnətdaram sizə. Hadisələrin gedişatını izləyəcəyik. Biz hökmən bu söhbətlərə qayıdacağıq. İndi isə belə arzu eləyək ki, bütün bu işlər yaxşı bir sonluqla bitsin. Hər halda müharibə ən dəhşətli bir şeydir ki, bəşəriyyətin başına gələ bilər. Çox sağ olun. Davam eləyəcəyik Siz də sağ hökmən bu olun. söhbət. Minnətdaram. Var olun. Görüşərik. Sağ olun.